nələrdən ibarətdir? De görüm. Yer səthi, nüvə, Mantia. Nüvə, mantia, yer qabığı. Salih, deyəcəm tezə cavab verəcəksən. Nüvə daha kipləşmişdi, mantia. Kipləşmiş, mantia. nüvə, Hansı mərkəzdədir? Nüvə mərkəzdədir də. Düzdür. Deməli, ağır elementlər birləşdi hara? Nüvəyə. Bir qədər yüngül elementlər əmələ gətirir nəyi? Mantia. Tamam. Hansının temperatur daha aşağıdır? Nüvədə, mantiyada? Mantiyada. Bəli. Hansı daha mərkəzdədir? Nüvə, mantiya? Nüvə. Hansında temperatur çox oldu? Nüvədə. Hansında elementlər yumşaq oldu? Mantiyada. Nüvə neçə yerə bölünür? Hansı? Aha. Mantiya neçə yerə bölünür? Hüseyin. Bölünür axı. Ben soruşuram. Sonra dedim ki, altımızı bölünmürmüş. Hansıdır? Alt mantiya, bir də üst mantiya. Üst mantiya ən aşağı sərhəddi nə adlanır Cəsur? Hə. Astenosfer. Astenosferin vəzifəsi nədir, yaxşı de görüm? Zəlzələnin gücünü azaldır. Astenosferdən üstdən hansı təbəqə yerləşir? Benioff. Bəli, Benioff təbəqəsi yerləşir. Şola, bu astenosferdə suxurlar yerini dəyişəndə litosfer tabular hərəkət edir. Sonra, gəldi yer qabığının özü neçə yerə bölünür sona? Aha, hansıdır? litosfer idi. Yox, yer qabığının özü hansıdır? Materik tipli bir də okean tipli. Ay, sağ ol. Salih, fərqləri nədir bunların? Hansı daha qalındır? Materik yoxsa okean? Materik. Nəyə görə? Hansı təbəqə yoxdur okeanda? Hansı yoxdur? Bəli, çökmə, qranit bazalt, 3 təbəqədən ibarətdir. Okean, bəli, okean tipli yer qabının qranit təbəqəsi yoxdur. Ona görə materik tipli yer qabığı daha qalındır. Amma okean tipli yer qabığı nədir? Nazikdir. Tamam inşallah, bu yaddan çıxmasın. Litosferi nə əmələ gətirir Cəsur? Necə? Litosferi nə əmələ gətirir? Vaxt qazanır sual təkrar atmaqla. Hə. Nədir litosferin özü?